Rusiya qüvvələri Ukraynaya 476 pilotsuz uçuş aparatı və 48 raketlə hücum edib. Hücumlardan ən çox Ukraynanın qərbi ziyan çəkib. Ternopolda raket zərbələri nəticəsində 25 nəfər həlak olub, 40-a yaxın şəxs xəsarət alıb. 9 mərtəbəli yaşayış binasına ciddi zərər dəyib. İvano-Frankovskda isə enerji infrastrukturuna hücum nəticəsində 3 nəfər xəsarət alıb, onların ikisi azyaşlıdır. Lvovda da enerji obyektləri zədələnib. Nəticədə yaşayış məhəllələri işıqsız qalıb. Bundan əlavə müəssisələrdən biri və anbara ciddi ziyan dəyib. Xarkov şəhərinə isə Geran tipli pilotsuz uçuş aparatları ilə intensiv zərbələr endirilib. Hücum zamanı 50-yə yaxın mülki şəxs xəsarət alıb, onların arasında uşaqlar da var. Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Zərbələrin təsirindən bir çox yerdə yanğınlar qeydə alınıb. Ondan çox yaşayış binası, təcili yardım stansiyası, məktəb, supermarket, idman zalı və nəqliyyat vasitələrinə ciddi ziyan dəydiyi bildirilir. Bu binanın 3-cü mərtəbəsində yaşayıram. Zərbə anında pəncərənin yanında dayanmışdım. Şahid tipli dron uçurdu. Səsi çox gür idi. Təhlükəli ola biləcəyini düşündüm və dəhlizə yaxınlaşdım. Elə həmin anda zərbə endirildi. Partlayış dalğası məni dəhlizin içinə atdı. Çöldə yanğın vardı. Avtomobillər alışmışdı. Burada zavod və ya sənaye obyektləri yoxdur. Sırf yaşayış məhəlləsidir. Ətrafda yalnız bir məktəb və bir uşaq bağçası var. Başqa heç nə. Paytaxt Kiyevdə də partlayış səsləri eşidilib. Sakinlər metro stansiyalarına sığınıblar.